Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve etevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'ni ve zidni ilme. Demək keçdik ki, Allah Subhanahu və Teala tövbə edənləri sevir və həmçinin təmiz olanları, eləmi? Tövbənin neçə şərti var idi? 6. 5. Hansılardır? Ümumi 5, xüsusi 6-da. Kim deyə? Peşmançılıq 1. İxlas. İxlas əvvəldə, sonra? Günaha dönməmək. Əzimli olmaq. Günaha qayıtmamaq, əzimli olmaq. Axırda haqq məsələsi. Günaha dönməyin özü, əgər haqq məsələsi varsa, haqq sahibinin haqqını qaytarmaq. Deyəsən, arada bir it eləmi? Bir də vaxt var idi da, 2 dənə vaxt var Anında idi. tövbə etmək. Can boğazı. Ardıcıl kim deyir, ardıcıl? Deyə bilən var? İxlas, İxlas? peşmançılıq, Hə? həmin o günaha tərkimi əzimli olmaq, tövbəni etmək, ki, tövbəni gelişdirməmək, bir də ki, adı nədir, qul haqqında, haqq varsa, haqq sahibinin haqqını qaytarmaq. Sonra bir də nədir? Biri də ortada qatil. Vaxt. Hansı vaxt eləyirsən? Can boğaza. Can boğaza sıxmamışdan qabaq da. Ummu tövbədə, can boğaza yetməmək. Yəni, mən qazanım. Yaxşı. Sonra şeyx yeni bir bab açır. Ayəni gətirir. Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah. Deyin, əgər Allahı sevirsinizsə, fattabi'uni, mənə tabe olun. Allah da sizi sevsin. Yüsəmmə uləmə əs-sələf həzil əyə. Sələf alimləri ayəni bu cür adlandırır. Əyətul mihnə. Əyətul mihnə. Əyətul mihnə nədir? Yəni, əl-imtihan. İmtihan ayəsi. İmtihan ayəsi. Lənnə qavmən iddəu ənəhum yuhibbunəlləhə fəəmərəhullahu nəbiyyəhu ən yəqul ləhum. Qövm iddia etdi ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmi sevirik. Və Allah subhanahu və teala o nəbisinə, yəni Peyğəmbərə əmr etdi ki, onlara bunu denən. Əgər deyir, Allahı sevirsinizsə, iddia etmişsiniz, Allahı sevirsiniz, onda neyinin? Mənə tabi olun. Onlar tabi olmur daxı. Niyə? Peyğəmbər sallallahu aleyhi və səlləm deyirdi ki, qulu la ilahe illallah. Deyin la ilahe illallah. Onlar nə dedi? Əcəalə əlihətən iləhən vahidən. Sən deyib bizim bütün ilahlarımızı bir ilah eləmək istəyirsən. İndi iddia edilir ki, biz sevirik. Sevirsənsə də onda deyilən ki, mənə tabi olun. Allah sevirsinizsə, mənə tabi olun. Və hədə tuhaddi likulli mən iddia məhəbbətillah. Yəni, bu deyir, şeyx gətirir ki, bu Allahı sevən hər bir şəxs üçün meydan oxumadır. Allahı sevən hər bir şəxs üçün, hər bir qövm üçün meydan oxumadır. Ən yuqal ləhu in kunta sadiqən fi məhəbbətillah. Əgər deyir, onlara deyilir, Allaha olan məhəbbətinizdə sadiqsinizsə, doğrusunuzsa, Allah Rasuluna tabi olun. Fəmən əhdəfə fi dini Rasulillahi sallallahu aleyhi və səlləm mə leysə min. Əgər kim ki, Allahın dinində bidətə yol verirsə də, demək bu, mümkün deyil ki, Allahı sevsin və onun Rasulunu sevsin. Mümkün deyil. Yəni, şeyx gətirir ki, sən necədir Allah Rasuluna tabi olub sevirsənsə də, sən deyir, onun dininə, onun gətirdiyi şəriətə neynisən? Bidət, yenilik gətirirsən. Və bu halda deyir, artıq deyir, mümkün deyil ki, deyir, sən Rəbbini sevəsən və ona da tabi olasan. Sən necə Rəbbini sevə bilərsən ki,
bu halda, bidət etdiyin halda və sən deyir, bir növ deyir, bunlardan özünü çox bilmiş sayırsan. Çox bilən sayırsan. Və qalə innəni əhabbullah və rasuluh bimə əhdəfə. Və bəziləri çıxıb deyir ki, mən Allah və Rasulunu sevirəm, lakin deyir, bidət eləyərək. Fikir ver. Mən deyir, Allah və Rasulunu sevirəm, lakin bidət eləyərək. Burada nə var ki, deyir? Yəni, Allah Rasulü deyir ki, və Allah subhanələ əmr edir, Peyğəmbər s.ə.v çatdırıb ki, 5 vaxt namaz qıl. Qaldırsan ki, qalx sübh namaza, bu gecənin 3/1 hissəsindən hu deyir. Olmuş məsələ da. Hu deyir. Deyim, Allah Rasulunu sevirəm. Ki, sübh namazı girib, deyir ki, ey sələflər, siz namazınızı qılın, siz bilmirsiniz Allah'a deyir, zikrindən deyir, onda fənəfilləh olmaq nə deməkdir? Onda itmək nə deməkdir? Yəni, biz artıq itmişik. Biz deyir, o məqama çatmış, namaza ehtiyac yoxdur. Axı, iblis bunu neynədir? Və bu Allah Rasulunu sevir, ha. Və bu Allah Rasulunu sevir. Öz də deyir ki, fikir ver. Deyir ki, biz deyir, bidət eləyirik, amma deyir, Allah Rasulunu sevir. Burada nə var ki? Kim deyir, şeyx gətirirsə bu cür, Şeyx Hüseymin Rahiməhullah deyir ki, kim bunu desə, biz deyir, onlara cavab veririk ki, əntəl kəzib, sən yalançısan. Və ya kəzzəb, fəal babında, yəni daimi yalan danışansan. Bir var kəzib, yəni bu məsələdə yalan danışan. Bir var kəzzəb, yəni artıq sən həyatın boyu bu məsələdə ümumiyyətlə dini məsələdə yalancısan. Və bir var kəfir deysən, kuffar deysən, və bir dəfə kufur deysən. Birində bir əməldə küfür olunan. Yəni bu da deyir, kəzzəbsən. Ləv kənət məhəbbətək sadiqan, lətəbə'tə Rasuləllahi sallallahu aleyhi və səlləm. Əgər deysən, deyir, sevicində, məhəbbətində sadiq idinsə də, sən deyir, Allah Rasuluna tabi olmalıydın. وَلَمْ تَقَدَّمْ بَيْنَ يَدَيْهِ بِإِدْخَالِ شَيْءٍ فِي شَرِعَتِهِ لَيْسَ مِنْ دِينِهِ. Əgər deyir, öncəkilər sənin önündə şəriətə bir şey daxil etməyibsə, sən daxil edibsənsə, bu artıq dindən deyil. Biz hədisdə necə bildik? Kim bir əməl edərsə də, ya bir söz danışarsa da, o bizim danışdığımızdan deyilsə, bizdən və o birisi hədis nətərdir? Kim bir əhsən, əhsən. Bizə də saxlamalı. Mən dedim, Ağsaqqalın sözünü yesən. Bununla nə oldu artıq? Məsələ bitdi. Məsələ bitdi. Kim bir danışarsa da, yəni bidət əhli nədir? Biz deyir, əməldə görsədik, danışmırıq, ikisinə də hədis gəlir. Yəni, heç bir halda bidət nə edə bilərsən, daxil edə bilməzsən. İstər sözlə, danışıqla, istərsə də əməllə. Aydın oldu mu? Heç bir halda eləyə bilməzsən. Əgər Allah Rasulunu sevirsənsə, etməməzsən. Yox. Bunu edirsənsə demək sevmirsən. Allah Rasuluna sevməyən mümkündür ki, Rəbbinin neynəsin, razılığını qazansın. Mümkün deyil. Çünki orada şərt var. Aya bax. Qul in kuntum tuhibbunallah. İn nədir? Bu da şərtiyyədir. Şərt qoyur Allah. Əgər Allahı sevirsinizsə də mənə tabi olun. Tabi olmazsa demək kimi sevmədin? Rəbbini. Onun kim ki bidət əhli iddia edirsə də biz Rəbbimizi sevirik. Şeyx Hüseymin Rahiməhullah gətirir ki, onlara deyilən siz kəzzəbsiz. Şeyx deyir, biz deməyək belə, yəni dəvətə biraz şeydir. İndiki vaxtdan da şeyx deyir. Yəni, umumi qayda olaraq nədir? Bu cürdür. Ki, yalancıdırlar. Sonra gətirir ki, فَكُلُّ مَنْ كَانَ أَتْبَعُ لِرَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem كَانَ اللّٰهِ أَحَبْ. Və deyir, lakin əksi olaraq kim Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olarsa, artıq o nədir? Allahın sevgisini qazanmış bir şəxsdir. Demək, buradan da götürülür ki, sələflərdən kimsə başqa bu sevgiyə nail olmuşdur. Bu sevgiyə nail olmuşdur. Və izə həbbəllahu və qamə bi'ibadəti fə innəllaha təalə yuhibbuhu
Bəl innallah azza və cəllə yu'tihi əksər mimmə aməl. Əgər deyil, Allah onu sevibsə də, fikir ver, o deyir, ibadətində deyir, durur, ibadətində möhkəmdir. İbadətini eləyir, vaxtı-vaxtında. Çünki Allah onu sevibdir, ona görə ibadətini neynədir, ona yönəltdi. Həmçində əməllərini neynir, artırır. Artırırsa, bilirsin ki, o özündə hiss eləsin ki, Rəbbi onu sevibdir. Başda ixlas gəlir, o heç. İxlasla əməllərini artırırsa da, ixlasla itaət edirsə də və bilginən ki, artıq nədir? Allah onu sevib. Allah sevdiyi şəxsdə necə olur? Burası dəhşətdir. Hədisə qay. Qudsi hədisdə gəlir ki, mən zəkaranı fin nəfsi. Kim Allahı özündə zikr edərsə, Allah necə zikr edirsən? İbadətlərlə, itayətlərlə, əməllərlə, zikirlərlə, dualarla, Quran oxumaqla və s. və ilə. Allah özündə neysən? Zikr edirsən. Allah Subhanahu gör cavabında nə deyir onu? Zəkərtuhu fi nəfsi. Mən onu özü nəfsimdə zikr edirəm. Kim mənim belə qulum var? Məni zikr edir. Mənim belə qulum var. İnsan Allahın sevgisini qazandıqdan sonra Allah onu zikr edirsə, gör bu insan nədir? Nə dərəcəyə çatıbda? Allah onu zikr edir özündə. Mənim belə qulum var. Bu insan cəhənnəm bizi görməz. İnşallah Allah rəhmətinə. Allah zikr etdiyi özündə şəxs ki, zikr edir, o əzab bizi görməz. Sonra gətirir ki, məsələ artır. Və deyir, məni deyir, məclisdə zikr edərsə, Allahın dinini yayar, danışar, Allahın şəriətini, ümumiyyətlə, dinindən danışar, Allahdan danışır. Mən onu ondan da üstün olan mələklərin məclisində zikr edərəm. Və mən zəkarına fil mələ'i zəkərtu fil mələ'il xeyr. Yəni, daha xeyirli, daha üstün olan. Nədir? Mələklər deyir ki, məclisdə Allah Subhanahu zikr edir. Allah Subhanahu və Teala bütün mələklərin milyonlardır, milyardlardır, Allah alim. Orada zikr edir ki, mənim qullarım məni zikr edir. Fikir versən. Yəni, bu dərəcə balaca dərəcə deyil, ha. Buna da hər adam neyini? Çata bilmir. Ona görə ki, ibadətində ixlasa. Fikir ver, əvvəldə nəyə gətirdi? Tövbə, təmizlik, Allahı sevmək. Yəni, bəziləri, bəzi firqələr var ki, həddi nədə aşır? Məhəbbətdə. Bu şey olmaz. Həddi nədə aşır? Ümiddə. Həddi nədə aşır? Qorxuda. Məsələn, Allahdan çox qorxaraq ümidi, məhəbbəti tərk eləyərsə nə olur? Xavaric olur. Və həmçinin çox Allaha ümid eləyərsə, bu ikisini tərk eləyərsə, murci olur. Və həmçinin məhəbbətdə həddi aşarsa da, o artıq nədir? Zındığa gətirib çıxardır. Zındığa gətirib çıxardır. Ona görə də məsələ, üçün də neynisən? Bərabər. Üçün də bərabər. Və həmçinin deyir, şeyx gətirir ki, bu hədisin deyir, o biri tərəfinə deyir, baxsaq, bu da dəhşətli hədis daha. Fikir ver. Deyir ki, mən təqarrabə iləyhi şibran. Kim mənə şibir, lüğəti mənazı qarış deməkdir. Qarış. Kim mənə bir qarış yaxınlaşarsa, bir qarışa təsəvvür elə. Yəni ki, bir dənə xurma Allah üçün birinə verdin. Ya bir dənə bir şəğalat verdin, bir nəsə bir şey verdin. Bir şibir Allaha yaxınlaşsan. Allah üçün nəsə bir şey eləysən. Təqarraballahu iləyhi zira'an. Allah Subhanahu və Teala deyir, ona bir dirsək yaxınlaşar. Yəni, sənin içindən qat-qat artıq, 2 qat, 3 qat artıq nədir? Yaxınlaşar. وَمَنْ تَقَرَّبَ إِلَيْهِ zira'an. Və kim deyir, Allaha bir dirsək yaxınlaşarsa,
təqarraballahu leyhi bə'an və mən ətə ilallahi yəmşi ətəhullahu hərvələ. Və deyir, kim deyir Allaha addımlayaraq yaxınlaşarsa, Allah subhanət hala ona hər vələ iki məna verir. Cəldə addımlarından ya da qaçaraq Allah subhanət hala ona neyniyər? Tərəf gedər. Fikir ver. Elə biləcəm, burada nədir? Qəsd nədir? Təvil olan nədir? Allah üçün nəsə bir addım atırsansa da, belə deyim, hər kəs başa düşsün. Nə olur olsun ha? Nə olur olsun? Allah üçün bir şey. İstəyib 2-3 sünnə. 2-3 sünnə dəhşətdir. Deyək, biraz da aşağı. Nəsə 20 qəpik sədəqə verdin. 5 nəfərə bir dənə çay verdin. Allah üçün bir addım atsan. Təsəvvür Allah subhanahu wa ta'ala buradan çıxan qəsd nədir? Onu sənə dağ elif yazır. Dağ elif yazır. Dağ, ən belə kiçiyini təbəssüm görür. Onu dağ elif yazır. Bir dənə xurmanı 2 dənə, 3 dənə ixlas olsun, bəlkə 5 dağ, 10 dağ elif sayı yazır. O nə deməkdir? Niyə? Çünki Allahın sevgisini qazanıbsan. Allah səni sevdi. Allah səni sevdi. Və bunun üçün artıq nə etmək lazımdır? Başda əvvəlki buna bağlayır. Tövbə, etdiyin günahlardan peşmançılıq, qayıtmamaq, yəni əzmkarlıq və həmçinin vaxtı bitmədən nə etmək? Tövbə etmək. Vaxt bitmədən hansıdır? Ölüm və bir də günəşin batdığı yerdən çıxması. Və bir də ən başda ixlas deyəndə tövbət nə var idi? Bir dənə tövbələrdən biri. Əhsən, nəsuh tövbə. Başa qartımız qalmadı. Nəsuh tövbə. Nəsuh tövbə də artıq bir pillə daha üstündə. O günaha, keçən səfərdə dedik, o günahı elə bir günah ki, nəfsinə görə yox, Allah üçün tərk edsəncə, bu Rəbbimin qadağa etdi. Yoxsa mən bir gün riba götürdüm faizlə. Daha ikinci səfər bu işimə gəlmir. Qoca sələmçi varmı? Yəni buna görə tərk etsən. Yox. Artıq nəyə? Allah haram etdi. Ona qarşı çıxıram deyə. Onun ayələrinə qarşı çıxıram. Və buna görə əzab var. Rəbbimdən qorxaraq tərk edirəm. İxlasla artıq nasuha neynir? Qayıdır. Nasuha qayıdır. Ona görə də əzmkarlıqla tövbə edən günahlarına mümkündür bir də qayıtsın. Əgər qayıdırsa da demək əzmkarlıq yoxdur. Əzmkarlıq yoxdur. Ona görə oradan bax necə gəldi. Tövbə, təmizlik, Allahın sevgisini qazanmaq. Tövbə, təmizlik, Allahın sevgisini qazanmaq. Və dalınla da Allah Rasuluna tabi olmaq. Dördü özündə cəmə oldu. Nə oldu? Tövbə, ixlasla, sonra təmizlik. İnsan var tövbə edir, amma bir də qayıdır. Demək, təmizlənmir. Demək, nə oldu? Tövbə, təmizlik və sonra Allahın sevgisi və sonra Peyğəmbər s.ə.və ittibə, tabiçilik. Demək, ayənin cəm etdikdə 2 dənə burada əsas nədir? Qəsdlər olunur. Allah subhanə və teala necə deyir? Əvvəlci ayədə ki, Allah subhanə tövbə edənləri və təmiz olanları sevir. Sonra necə deyir? Əgər Allahı sevirsinizsə də siz də Allahı və sonra nə deyir? Onun Rasuluna tabi olun. Qul in kuntum tuhibbunallahə, Allahı sevirsinizsə fəttəbi'uni yuhibbukumullah və yəğfir lakum zunubakum. Mənə tabi olun, Allah sizi bağışlasın və rəhm etsin. Demək, bu dördündə ayənin cəm etdinsə də Allahın sevdiklərindənsə. Məsələ budur. Və ayənin sonunda nə deyir? İndi şeyh burada onu vurğulamayıb, ayəni gətirib əsasa. Ayənin sonunda nə deyir? Və Allah sizi bağışlayır və rəhm edir. Elə deyilmi? Qul in kuntum tuhibbunallahə fəttəbi'uni yuhibbukumullah və yəğfir lakum zunubakum vallahu ğafurur rahim. Səhifənin solunda başınızı, birinci ayə. Yəni ki, burada nə gedir? Allah sizi bağışlayır, bağışlayan rəhm edir. Rəhm edir nə? Həmən o etdiyin günahlara ixlasla tövbə etdiyin üçün onu rəhm edib sənə nə edir? Əcr olaraq yazır. O da boş qalmır o günahların. Fikir ver. Gör necə ixlasdan eləməlisən ki, eləsən belə Allahın razılığını əldə eləsən, Allahın sevgisini.
Allah o günahları əff edir və həmçinin onu əcrə çevirib sayacaq. O günahlarla boşa getmir ha. Yəni, tullanmır. Fikir ver, Allahın rəhməti budur. Allahın məğfirəti, bağışlanmağı budur. Tövbə budur. Ona görə bunun başında da nə gəlir? İxlas. İxlassız bunların hamısını sil. Yoxdur heç nələr. Başda ixlasla. Həyatda Allah üçün yaşamaq, Allah üçün də nədir? Ölməkdir. Allah bizə faydalardan etsin. Subhanəkə və bihamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.